Bu xüsusi həssas uşaqları, onları sevgidə aldatmaq olmur. Yəni onlar çox həssasdırlar. Kim onları həqiqətən sevir, onu hiss edirlər. Sumqayıt şəhərində 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunan geniş miqyaslı tədbir keçirilib. Tədbir Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən xüsusi ümumi məktəbin təşkilatçılığı ilə baş tutub. İştirakçılar əvvəlcə Heydər Əliyev mərkəzində məktəbli uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Daha sonra Sevgi Körpüsü adlı tədbir davam etdirilib. Hər bir insan bizim üçün dəyərlidir. Onun bacarığı, istedadı, ürəyi, xoş niyyəti ilə. Həyatın çətinlikləri kimisi zəif etmir. Əksinə, iradəsini daha da möhkəmləndirir. Bizim Sevgi Körpüsü adlandırdığımız bu tədbir də məhz sevginin, qayğının və birlik hissinin gücünü göstərir. Məktəbin direktoru Arzu Alazadənin çıxışı ilə açılan mərasimdə əlilliyi olan uşaqların hüquqlarının qorunması, sosial inteqrasiyası və onların istedadının cəmiyyətə təqdim olunmasının önəmliyi vurğulanıb. Tədbir musiqili proqramla davam edib. Sumqayıt Musiqi Məktəbinin istedadlı şagirdləri, eləcə də məktəbin öz şagirdləri Azərbaycan mahnısı, Ölkəm, Polad Əllər, Şirindil, Uzundərə kimi musiqi nömrələri ilə maraqlı çıxışlar ediblər. Aparıcı çıxışında ölkəmizdə əlilliyi olan şəxslərə dövlət tərəfindən göstərilən qayğı, o cümlədən Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Məzun şagird Coşqun Əliyevin Yaponiyada keçirilən olimpiyadada qazandığı gümüş medal xüsusi qürur mənbəyi kimi qeyd olunub. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev, Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev, Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Mehriban Nəcəfova, xüsusi ümumi məktəbinin keçmiş direktoru əməkdar müəllim Ayət Kərimova çıxış edərək uşaqları təbrik edib, onların inkişafı üçün göstərilən işlərin önəmini vurğulayıblar. Sonra Sumqayıt Bələdiyyəsi tərəfindən uşaqlara hədiyyələr təqdim olunub. Tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə məktəbin rəhbərliyi Arzu Alazadəyə, müəllim heyətinə, Sumqayıt Musiqi Məktəbinin müəllimi Nuranə Ələkbərovaya və bütün təşkilatçılara xüsusi təşəkkür edilib. Tədbirin əsas mesajı isə bu olub. Sevgi varsa, yol da var. Qayğı varsa, ümid də var. Bilik varsa, hər bir uşağın gələcəyi işıqlıdır. Mən istəyirəm şəhərimizin bütün ictimaiyyəti o uşaqları tanısınlar. Necə ki, bax, bugünkü tədbiri mən həmişə demişəm. Mən xüsusi məktəbdə işləyəndən daha çox maraqlanıram bu sahə ilə ki, eyni zamanda biz Mehriban xanımdan, birinci vitse-prezidentdən ondan örnək götürürük. Onun o necə qayğı ilə yanaşır və bugün onun ideyasını davam etdirən Leyla xanım Əliyeva, əlilliyi olan şəxslərə necə qayğı ilə yanaşır, xüsusi həssaslıqla. Həqiqətən də hər dəfə kəşf edirəm ki, onlara bu cür yanaşanda onlar elə bir ki, bilsiz 3 dekabr nəyə görə lazımdır keçirtmək? Onların hüquqlarını biz elə bir ki, müdafiə etmiş oluruq. Onların cəmiyyətə inteqrasiyasını yaratmış oluruq. Onların sevgisinin sərhədsiz olduğunu onlara aşılayırıq ki, heç bir maneə onları sevməyə bizə mane ola bilməz. Yəni, əngəlli ola bilər, amma əsl sevgi bütün əngəlləri aşır. Nizam Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.